Aprelin 4'ü gündüzden 6'sına dek Bakıda ve Abşeron yarımadasında eyni zamanda bazı bölgelerde gözlenen küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Doğru Xəbər Azərbaycan bildirir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, Bakıda və Abşeronda, eləcə də Naxçıvan, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Goranboy, Naftalan, Tovuz, Füzuli, Zəngilan, Cəbrayıl, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Qobustan, Ağsu, Xızı, Hacıqabul, Salyan, Neftçala, Şirvan, Yevlax, Mingəçevir, Ağdam, Tərtər, Bərdə, Cəllabad, Yardımlı, Masallı, Lerik, Astara, Lənkəran, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Qubada sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Küləyin sürəti bəzi yerlərdə saniyədə 13-20 metrə qədər güclənəcək. Qazax, Ağstafada isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti saniyədə 20-28 metrə çatacaq. Xidmətin yaydığı digər məlumata görə, aprelin 1-ci 10 günlüyündə ölkə ərazisində hava dəyişkən, fasilələrlə yağıntılı olacaq. Belə ki, Bakıda və Abşeronda aprelin 4-ü gündüzdən 6-sı gündüzə qədər arabir yağış yağacaq. Yarımadanın bəzi yerlərində intensiv olacaq. Əksər rayonlarda aprelin 4-ü səhər, əsasən də qərb rayonlarından başlayaraq 7-si səhərə qədər havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntılar intensiv, ayrı-ayrı şərq rayonlarında isə çox güclü olacaq, şimşək çağacaq, dolu düşəcək, bəzi dağlıq ərazilərdə qar yağacaq. Çaylarda sululuğun artacağı, dağ çaylarının, xüsusən də Quba-Qusar bölgəsinin çaylarında qısa müddətli daşqın və sel keçəcəyi ehtimalı var. Aprelin 4-7-sində gözlənilən yağıntılı hava şəraitindən sonra 7-si gündüz və 8-də yağıntıda qısa fasilə yaransa da 9-u gündüzdən yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq deyə açıqlamada bildirilib. Nazirlik gözlənilən qeyri-sabit havada əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. Hər hansı bir ciddi təhlükə ilə üzləşdikdə isə 112 qaynar xətlə əlaqə saxlaya bilərsiniz.